Almaniyada 2 nəfərlik kebab seti, salat, acılı əzmə, süzməsi, əlavə olaraq biz özümüz portağal suyu sifariş verdik. Ondan sonra lahmacun gətirdilər. Bir ədəd bölünmüş şəkildə. Və son olaraq düyüm, bulgur, dönər əti, toyuq qanadları, toyuq kebabı, tikələr və antrikotumuz var. Bu qədər. Və biz 2 nəfərə ancaq bu qədər yeyə bildik. Qalanı qalıb. İkimiz artıq doyduq. Həqiqətən əlavə artıq getmir. Deyəsən, hər şeydən çox salat yemişik. Bunun da hamısına bir yerdən 2 nəfərlik kebab setinə 45.90, 45 euro 90 sent. İçkilərə ayrıca ödədik. İçkilərin də biri 4 euro 90 sent idi. 2 dənə portağal suyu demişdik. Bu qədər. Sizcə bahadır yoxsa normaldır? Fikirlərinizi bildirin.